Sevinç xanım, öncə qeyd edeyim ki, Lavrov qocalıb. Bu gün Lavrovla bağlı müzakirələr bəli gedir. Yalnız Rusiyanın deyil, elə Ukraynanın, Avropanın, Amerikanın bir çox mətbuat qurumlarına baxsaq, orada ən çox araşdırılan məsələdir. Bəli. Bu da anlaşılandır, çünki belə bir qənaət var ki, doğrudan da bu Budapeştdəki görüşü Lavrov pozub. Necə pozubdur? Nə baş veribdir? Lavrova tapşırıblar ki, Amerikanlarla biraz sərt danış. Bəli. Bu da o qədər sərt danışıb ki, ümumiyyətlə danışıb pozubdur. Rubio ilə Bəli, konkret Rubio ilə onların bəli. telefon danışığında buna əslində belə deyək də, o təlimat veriblər ki, biraz sərt ol, amma danışıq olmalıdır. Biz mütləq eləməliyik ki, görüş baş tutsun. Əslində görüşün baş tutması da lazımdır, Putinə lazımdır. Çünki bunlar deyirlər ki, bizim Alyaska sammitimiz çox uğurlu olubdur. Alyaskada onlar bir çox məsələləri razılaşdırıblar, amma hansı məsələləri razılaşdırıblar bu barədə danışılmır. Və ehtimal olunur ki, bu proses, həmin necə deyir, həmin koordinat, həmin dalğa Budapeştdə də davam edəcəkdir və burada nədir? Ekspertlər düşünürlər ki, Rusiya bir formada çalışacaqdır, zaman udsun. Burada əsas məqsəd odur ki, Trumpın o proqramı, qafası qarışdırılsın, ona hansı ümidlər verilsin, hansı kommersiya təkliflər irəli sürülsün. Yəni, onu maksimum çalışsınlar ki, bu Ukrayna münaqişəsindən Amerikanı uzaq saxlasınlar. Məqsəd burada nədir? Rusiya zaman lazımdır. Rusiya bu dəqiqə bütün gücü ilə çalışır ki, Ukraynada heç olmasa bir-iki böyük şəhəri tutsun. Konkret olaraq Pokrovskini tutmağı düşünürlər. Son vaxtlar yeri gəlmişkən Zaporoj istiqamətində də çox ciddi hücumları var. Eyni zamanda Kupyanskiyə hücumlar edirlər. Liman istiqamətində. Yəni, heç olmasa Pokrovskini və bunlar ən azı oranı deməli və mümkün olarsa Kupyanskini tutmaq istəyirlər. Bundan sonra Rusiyanın əli bərkiyəcək, artıq Avropada çəkinəcək, qorxacaq və sanki yeni bir situasiya yaranacaq. Bu situasiyada onlar oturub artıq rahat danışa bilərlər. Yəni, nə isə diktə edə bilərlər. Əslində, bu günlər Rusiya lazımdır ki, Qərbi Amerika bir şeyləri diktə edə bilsin. Və bunun üçün də əlini gücləndirməlidir. Bunun əlinin güclənməsi üçün də Ukrayna əlavə dəstəyin gəlməməsi şərtdir. Bu dəqiqə bütün çalışdıqları odur. Və belə bir şəraitdə də görünür Lavrov necə deyirlər, üzünə gözünə yaxıb, biraz daha sərt danışıb. Yəni daha sərt nə danışıb? Əslində Rusiyanın mahiyyətini açıb qoyub ortaya. Bəlli olub ki, Rubio anlayıbdır ki, bunların o nələri ki tələb edirlər, elə həmin şeylərdə də dayanıblar. Heç bir dəyişiklik yoxdur, korrekt yoxdur. O da deyib ki, yaxşı, onda biz elə zaten o şərtlərlə biz razı deyilik. Onda boş-boşuna niyə görüşürük? Əgər biz görüşəndə bir yeni razılaşma olmayacaqsa, uzlaşma olmayacaqsa, hansısa bir kompromis deyək ki, Rusiya tərəfindən irəli sürülməyəcəksə, bu görüşün heç bir mənası yoxdur. Deməli, bu boş bir şeydir, ən az Ukrayna ilə bağlı. Bildiyim qədər, yəni bax buna görə də Putin qəzəblənib, yəni onlar hesab edir ki, diplomat kimi oyalamağı bacarmalı idi. Həm danışıqlar getməli idi, həm də Rusiya mövqelərindən çəkinməməli idi. Lavrov bunu becərməyib. Ona görə də böyük ehtimalla onun ümumiyyətlə yəqin ki, vəzifədə qalıb-qalmaması məsələsi bu dəqiqə müzakirə olunur. Çox güman ki, o yoxlamalar zətlər də onun üçündür ki, əlavə əsaslar olsun, yəni belə deyək də, yalnız buna görə deyil, həm də başqa şeylərində onun yaşı da var, təbii onu da deyirlər bəzən ki, o artıq qocalıb, artıq yaranmır, eləmir. Yəni ona görə də mən də düşünürəm ki, o böyük həcmdə belə deyək də, o idarəçilikdən uzaqlaşdırılıb, formal olaraq vəzifəsində qalsa da əslində ciddi proseslərə qatılmır, qoşmurlar. Yəni bir növ onu Putin necə deyirlər, o şatdan vəziyyətində saxlayır. Bax, belə bir vəziyyətdir. Ehtimal var ki, Lavrov da, onun da zaten lobbisi var, erməni lobbisi var, başqa gücləri var, başqa əlaqələri var. Lavrov da çox çalışır ki, bir təhər yenidən qayıtsın, menüyə qayıtsın. Ona görə də son vaxtlar o deyir ki, biz danışıqlarımız davam edəcək, görüş ehtimalı var falan var, amma ekspertlərin qənaətinə görə bunlar hamısı boş söhbətlərdir, cəfəng söhbətlərdir. Yəni o özünü bir formada yenidən vacib, faydalı adam kimi Kremlin gözünə soxmağa çalışır. Amma anlaşılan odur ki, artıq Kremlin alternativ kanalları var.